Arka sırayla düzün ölçü vahidlərini görürük, amma hər biri fərqli ölçü vahidindən verilib ədədlər və biz bunları eyni ölçü vahidinə gətirməklə onları müqayisə edə bilərik. Ölçü vahidlərinin ardıcıllığını yazıram. Bit, byte, kilobayt, megabayt və gigabaytı yazmağım kifayət edir. Gigabayta qədər ölçü vahidləri işlənib. Və hər birini bitə gətirəcəm. Onda birincini saxlayıram bitlə. İndi digərini bitə keçirdirəm. 65536 özü 216-dır. Və yanındakı kilobaytı bitə keçirmək üçün kilobaytdan bitə qalxanda 213-ə vurmalıyam. Bunu 213-ə vuracam. Onda bunu bitə keçirəndə bu olacaq 229 bit. İndi üçüncünü də bitə keçirdirəm. Qarşıda olan əmsalı 8-i yazıram 2 üstü 3 və gigabaytı bitə keçirməliyəm. Onda gigabaytdan qalxıram. 2 üstü 10, 2 üstü 20, bayta gələndə 2 üstü 30 və bitə gəlirəm 2 üstü 33. Gigabaytla bitin arası 2 üstü 33'dür. Onda bunu vuracağım. Cavab olacaq 2 üstü 36 bit. İndi megabaytdan keçirməliyəm. Qarşısında olan əmsalı 12-ni yazıram. 3 vurulsun 2 üstü 2. 12-ni yazdım. İndi megabaytı bitə keçirməliyəm. Megabaytdan qalxanda 2 üstü 10, 20 və 23. Megabaytdan bitə qalxıramsa 2 üstü 23-ə vuracam. Onda cavab olacaq 3 vurulsun 2 üstü 25 bit. Və son olaraq baytdan keçməliyəm. 128 özü 2 üstü 7-dir və baytdan bitə qalxıramsa 2 üstü 3-ə vuracam. Onda bu da olacaq 2 üstü 10 bit. İndi yalnız bitlə aldığım cavablara baxıram və artan sıra ilə düzəndə ən kiçikdən böyüyə doğru düzməliyəm. Və bunların içərisində ən kiçiyi 2 üstü 10-dur. Deməli, əvvəlcə 5 gəlməlidir. Daha sonra 225'i görürəm, yəni 4 gəlməlidir. Sonra 229, yəni 2 gəlməlidir. Sonra 236, 3 gəlməlidir. Və ən axırda 240, yəni 1 gəlməlidir. Deməli, həmin ədədləri artan sırayla düzdükdə alınır 5, 4, 2, 3, 1. Deməli, doğru cavab olur belə.